Temunun 76 manatlıq kredi iadəsi kampaniyası gəldi. Hər kəsə salam dostlar, Fikirli kanalına xoş gəlmisiniz. Bugün sizlərin çox sevdiyi Temunun kredi iadəsi, yəni geri ödəniş kampaniyasından canlı bu kanalda istifadə edəcəyik və həqiqətən sərf edir bu kampaniya və yaxud da bizi aldadırmı Temu? Bunlar haqqında sizlərə detallı bir şəkildə məlumat verəcəm. Komentimizin ekranına keçməmişdən qabaq belə bir sizlərə bildirim vermək istəyirəm ki, hər hansı bir kampaniyadan istifadə etməklə bu Temu olsun və yaxud da hər hansı bir kampaniyadan özünüz cavabdehsiniz dostlar. Fikirli kanal olaraq heç bir halda cavabdehlik daşımırıq. Fikirli kanalı sadəcə fikir paylaşır. Dostlar, çox uzatmadan keçək telefonumuzda ekranda bu kredi kampaniyası təzə gəlib və istifadə eləyək, baxaq görək kampaniyadan necə yararlana bilərik. Keçdik komentimizin ekranına, bu şəkildə Temunun ana səhifəsinə daxil olmuşam. Qeyd edim ki, bu kampaniyanı hamıya verməyə bilər, yəni ki, bu kodu yazdıqda bəzi istifadəçilərə verir, bəzi istifadəçilərə vermir. Axtarış bölməsində kampaniyaya qoşulmaq üçün kredi fürsatı bu şəkildə yazırıq və bizi atır bu səhifəyə. Baxın, gördüyünüz kimi maksimum 76 manatlıq geri ödəniş ödəyir. Bunun haqqında çox kanalımızda video var. Bəzən 100 manat, bəzən 50 manat, bəzən isə 200 manata qədər bu məbləğ çıxa bilir. Yəni siz bu kampaniyadan istifadə etsəz, sıx-sıx bu kampaniyanı sizə təqdim edir. Burada bəzi detallar var. Ola bilər ki, bu video biraz uzun çəksin. Axıra qədər baxmanızı tövsiyə edirəm ki, dostlar, bu kampaniya haqqında daha detallı bu şəkildə məlumat alasınız. Yəni bizim kanalda yalandan burada bu şəkildə biz kampaniyanı göstərmirik. Canlı cibimizdən pulunu ödəniş edib, kampaniyadan istifadə edib daha sonra sizə bunun videosunu hazırlayırıq. Dostlar, bu şəkildə gördüyünüz kimi 76 manat kredi iadəsi. Burada gördüyünüz kimi 3 ədəd faiz hesablanır. 0 ilə 20 manata qədər etdiyiniz alış-verişdə 10% sizə geri ödəniş eləyir. 20 manatdan 100 manata qədər etdiyinizdə 60%-ni sizə, yəni bu məbləğin 60%-ni geri ödəniş eləyir. 100 manat plus, yəni 100 manatdan yuxarı alış-veriş etdikdə 200%, yəni tam şəkildə 76 manatı sizə geri ödəyir. Bu geri ödəniş nədir? Çox adam elə bilir ki, bu geri ödənişi sizi birbaşa kartınıza qaytarır. Dostlar, xeyr, o şəkildə deyil. Bu 76 manatı sizin Temunun ana balansına qaytarır və həmin bu məbləğlə də yenidən alış-veriş eləyə bilirsiniz. İndi bu kampaniya həqiqətən sərf edirmi, etmirmi? Bunu həqiqətən sizlərin özünüzə qalıb, amma yenə mən şəxsi fikirlərimi bildirəcəm və detallı bir şəkildə sizlərə məlumat vermək istəyirəm. Deməli dostlar, burada baxın, gördüyünüz kimi məhsullar var. Hansı ki sizin tez-tez baxdığınız məhsulları sizin qabağınıza çıxardır burada. Mən misal üçün bu məhsullarla maraqlanmışam və bu məhsulları mənim gördüyünüz kimi qabağıma çıxardır. Yəni ki, məhsulları bahalı biraz məhsullar seçdirir. Burada sərfəli bir şəkildə bu kampaniyadan çıxmaq istəyirsinizsə dostlar, sizə lazım olan həqiqətən, yəni dəyəri bahalı olan Azərbaycandakı qiymətlərini biraz müqayisə eləyin, onu seçin. Amma burada bir məsələ var. Tutaq ki, burada bu kameranı gördüyünüz kimi 38 manat 86 qəpiyə əlavə edib. Siz əgər Temunun ana səhifəsində bu kameranı axtarış etsəz, baxın, gördüyünüz kimi mən burada Wi-Fi kamera yazıram. Eyni o kameranın şəklini axtarış edirəm, daha detallı bir şəkildə görəsiniz deyə. Deməli dostlar, burada baxın, misal üçün siz bu kameranı burada axtarış etsəz, burada 26 manat, 26 manata və yaxud da gördüyünüz kimi fərqli qiymətə çıxır. Amma siz bu kampaniyadan istifadə edəndə bu məhsulu sizə 37 manatdan satır. Bunu da nəzərə alın mütləq şəkildə. Amma necə sərf edir? Mən sizə bunu göstərim. Əsası şəxsən mənə sərf eləyir. Nə cəhətdən sərf eləyir dostlar? Bu aldığım geri kredi iadəsinin təzədən istifadə edib məhsul ala bilirəm. Yəni nəticə olaraq sizə burada 100 manat, atıram ki 110 manat xərcləyirsiniz. 110 manatın qarşılığında 76 manatlıq kredi iadəsi verir. Yəni o 76 manatı da təzədən məhsul alırsınız. 100 manata dəyir açıqcası, mənim şəxsi fikrimdir. Amma yenə diqqət edin, baxın bu kamera burada 64 manata qeyd olub. Yəni ki, buradakı məhsulları sizə biraz bahadan verir, amma tətbiqən nəticə olaraq sərf eləyir. Yəni bu kampaniya, mən bundan çox istifadə etmişəm. İndi isə burada mən qısacası bir məhsul seçək. Çalışacağam 200% dolduram. Yəni burada sizə göstərmək üçün bir-iki məhsul da əlavə eləyə bilərəm. Misal üçün bu məhsulun 52 manat qiyməti var. Kredi çəkmək üçün bir məhsul seç düyməsinə bir kərə sıxırıq. Baxın, gördüyünüz kimi məhsulu sıxdıqda avtomatik bizi bu xana dolmuş olur.
Misal üçün mən burada 52 manatlıq bir məhsul seçmişəm. 52 manatlıq bir məhsula görə alsam, yəni 52 manat ödəyib bu məhsulu mən sifariş versəm, toplam 21 manat 77 qəpik mənim balansıma kredi iadəsi kimi qaytaracaq. İndi onu necə qaytarır, birazdan mən ödəniş eləyib hamısını sizlərə izah eləyəcəm. Tutaq ki, misal üçün bunu mən indi baxın. Bir dənə də məhsul seçək. Aha, 94 manatlıq bir məhsul seçdiyimə görə də, yəni 94 manat kartımdan ödəniş eləyib bu məhsullara sifariş verdim. Qarşılığında isə 46 manat 86 qəpik bu ödənişi mənə geri qaytarır. Yəni ki, balansıma, Temunun balansına qaytarır. Maksimum doldurduqsa, misal üçün burada maksimum dolduraq. Baxın, 100 manatı keçdim. İndi göstərmək üçün. Maksimum xananı doldurmaq üçün, misal üçün, mən burada 106 manat qeyd edilib. Yəni, siz 105 manatlıq da ala bilərsiniz. Məqsəd burada 100 manatı keçməkdir. Sadəcə mən biraz çox seçdim. Yəni, maksimumda 100 manatı keçdikdə sizə, yəni ki, siz bu məbləği ödəyib, bu məhsulları aldıqda 76 manatını kartınıza yox dostlar, Temunun balansına, bunu qarışdırmayın. Temunun birbaşa balansına qaytarır. İndi isə məhsullarımı mən özüm alacağım məhsulları seçim, kartdan canlı-canlı videoda ödəniş eləyək, baxaq görün sonraki proseslərdə nə olacaq. Dostlar, mən səbətimə aldığım məhsulları əlavə etdim. Burada deməli bir dənə məsələ var. Siz məhsul alanda mütləq şəkildə, tutaq ki, baxın, bu aparatı mən burada 41 manata əlavə etdim. Amma bu aparatın eyni vəziyyətini biraz yuxarı çıxdı, gördüm ki, 50 manata satılır. Səhifəni tez-tez yeniləyin. Hər aparatı, yəni ki, burada gördüyünüz qiymətə almağı tövsiyə edirəm. Misal üçün, baxın, burada gördüyünüz kimi biraz aşağı enirsiniz. Yəni, eyni məhsulu başqa satıcı bir də görürsünüz 47 manata satır. Atıram ki, başqa bir satıcı 40 manata satır. Onlar da fikir verib seçsəz, daha sərfəli şəkildə çıxa bilərsiniz. Mən toplamda 117 manatlıq məhsul seçdim, dostlar. Yəni ki, bu 105 manatdır, 101 manatlıq da məhsul seçə bilərsiniz. 117 manatda bu qədər məhsul seçdim. Və qarşılığında mənə 76 manat geri ödəniş eləyəcək. İndi isə ödə bölməsinə bir kərə sıxıram. Kredi iadəsini indi əlavə də 80 qəpik sıxıram. Elədim dostlar və məni kredi iadəsi ödülləri ekranına bir kərə atır. Baxın, gördüyünüz kimi təbriklər birlikdirdiniz tutar 76 manat. Şimdi alın düyməsinə bir kərə sıxıram. Gördüyünüz kimi belə bir ekrana atır məni. Belə bir ekrana atdıqda dostlar, burada al düyməsinə bir kərə sıxıram. Baxın, gördüyünüz kimi burada hissə-hissəyə bölüb. Burada bir məsələ var dostlar. Birbaşa sizə həmən vaxtı alış-veriş etdiniz, bunun birbaşa sizin məbləği kartınıza keçirmir. Bunu hissə-hissəyə ayırır. Baxın, burada tutaq ki, ayın avqustun 1-nə kimi bunu hissə-hissəyə bölüb. İndi mən bugün alıram 1 manat 53 qəpik. Baxın, bunu alındı deyirəm, şimdi al dedikdə mən birbaşa bunu kartıma keçirilir. Sabah da gəlirsiniz, təzədən başqa bir məbləğ alırsınız. Yəni ki, 1 manat 53 qəpik aldınız, yenə 3 manat 84 qəpik, 6 manat 14 qəpik, 15 manat 36 qəpik, axırda da 26 manat 89 qəpik. Yəni ki, 1, 2, 3, 4, 5, 6, 7, 8 gün səhvləmirəmsə, bir həftə bu şəkildə hissəyə bölünüb. Amma burada bir dənə məsələ var ki, siz həmin günü, əgər sabahlarım gəldiniz, bu məbləği buradan claim etmədiniz, claim etməyəndə bu məbləğ ləğv olacaq. Yəni, buradan siz pulu qazanmayacaqsınız. Bunu diqqət edin ki, hər gün girib bu məbləği claim edin ki, sizin balansınız otursun. Və burada deməli çox adam da burada deyir ki, bu həmin ekrana necə gələk, hər gün axtarış etdikdə bunu da sizlərə göstərim. Deməli dostlar, baxın, bir dənə sizə göstərək. Geri dönmək üçün baxın üstdə yazılıb. Geri dönmək üçün Temuda kredi fürsatı araması yapın. Yəni bunu da ekranı mən screen eləyirəm, yadımdan çıxmasın. Sizə də tövsiyə edirəm ki, bu şəkildə edin. Kredi fürsatı yazdıqda bu şəkildə ana səhifəsi. Tutaq ki, siz sabahlarım gəldiniz. Təzədən öz məbləğ almaq istəyirsiniz. İadəsi yazırsınız. Səhvləməsə bu şəkildə idi. Baxaq şəkilə, screenlədiyimiz şəkilə baxaq. Axtarış edirsiniz. Axtarış etdikdə yenidən sabahlarım gələndə həmin bu ekran atacaq. Yəni burada al düyməsi yanında bildirim kimi 1 yazılacaq. Bunu al düyməsinə bir kərə sıxırsınız və buradakı məbləğlərinizi claim edirsiniz dostlar və bu sizin balansınız oturur. Balansa da necə oturur? Bunu sizlərə bir-bir göstərim. Ana səhifəsinə keçək biz bu Temunun. Burada profilin bölməsinə bir kərə sıxırsınız. Burada gördüyünüz kimi kredi bakiyəniz məndə avtomatik 1 manat 50 qəpik oldu. Bu da yığılıb gəlib 76 manat burada oturacaq.
Həmin bu məbləğlərlə də yenidən Temudan indi kampaniya olacaq və yaxud da endirimlə hansısa bir məhsullar endirimlə alsız daha çox sərf eləyəcək. Qeyd edim ki, sizə hansısa bir məhsul səbətə əlavə eləyib kartdan ödəniş eləməmiş avtomatı Temunun verdiyi kredidən ödəniş eləyib siz sifariş verə bilirsiniz. Bu kampaniyamız da bu şəkildə işləyir. Kampaniyada qoşulmaq üçün də o kredi axtarış bölməsinə əlavə etdiyimiz kampaniya qoşulma linkini də ki açıqlama bölməsinə əlavə eləyirəm dostlar. Oradan da siz istifadə edə bilərsiniz, yəni rahat şəkildə. Yəni videomuz bu qədər. Kommentlərə yazın, həqiqətən bu kampaniya sərf eləyirmi? Aranızda istifadə edib bundan faydalanan varsa, mənfi fikirlərini və ya da müsbət tərəflərini buna bizə bildirsin. Bizə də maraqlıdır və ya da əlavə sualınız varsa kommentlərə yazın. Çalışacağıq ki, hamınıza cavab verə bilək dostlar. Xahiş edirəm ki, kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə faydalı videolarla sizlərin qarşısında olaq dostlar. Təqdim etdiyi Fikirli kanalı.